Əgər mənim başıma bir iş gələrsə, davamçıların bu yolu davam etdirəcəklər. Bunu bütün Qafqazın Şeyx Hacı Alışqırıq Paşazadə Azərbaycanda bugündən start götürən din xadimlərinin təkmilləşdirmə kurslarının açılışında deyib. Şeyx qəti şəkildə ifadə edib ki, bu kursların açılmasında məqsəd ölkədə hökm sürən dini ayrı seçkiliyi aradan qaldırmaqdır. Qarabağ boyda dərdimiz ola bunun qeyrətini çəkməkdənsə bir Şuşalının Suriyada vuruşması nə dərəcədə vacibdir? Ora gedib sünni-şiə məsələsi salmaq da lazım deyil. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Bunu bütün Qafqazın Şeyxi Hacı Alışqırıq Paşazadə din xadimlərinin təkmilləşdirmə kurslarının açılış mərasimində dedi. O, sünni-şiə ayrımından istifadəyə imkan verilməməli olduğunu vurğuladı. Məqsəd təkmilləşmə kursunun yaradılması. Bu təkmilləşmə kursunda 50 nəfər hər iki məzəbdən olan imam axundlarının orada oxuması bir ay içərisində əgər lazım olsa biz gələcəkdə ehtiyac duyularsa biz daha da artıra da bilərik. Bugün Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin təkmilləşdirmə kursunun açılış mərasimi keçirilib. Din xadimlərinin təkmilləşdirmə kursları Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə həyata keçiriləcək.